Salam Ayman. Ama dedim ki salam. Əleyh salam. Uşaqlar sən təriflidir, ən yaxşı müəllim sənsən. Baş aşağı tükü yuxarı. Uşaqlar? Hə. Anladıblar səni. Hə? Şey yox, gör onun başında nə oynatacağım. Salam. Salam. Əleyh salam. Yaxşı da görə imtihan hazırsan? Hazır olmasam axırıncı gəlmərəm ki. Qarşıdan gələn yeni il yüz mübarək. Danışır? Danış. Danışıram ha. Danışır? Danış görək. Danışıram ha. Danışır? Danış görək. Danışıram ha, danışıram. Danışıram da. Abala danış deyirəm də. Danışıram. Soğan qabığı və onun yeyilməsi. Soğan qabığı nazik olur. Bu yandan baxanda o yanı görünür. Nə? Soğan qabığı harada? Soğanın üstündədir. Soğan özü göz yandırıcı aparatdan ibarətdir. Bazardan alıb kuxnada dərsi soyulan heyvana soğan deyilir. Görsən bilirlər. Bileti ver bura. Çox sağ ol. Bir də 5 yaz mən də tələsirəm. Yeni ili qarşılamalıyam. Get qarşı. Məndən qabaq gəlib çıxarıq. Mən gedim onu qarşılayayım da. Get qarşıla. Çox sağ ol. Qiymət almırsan, 2 alırsan, faizdə gələrsən. Faizdə gəlməyəcəm. Niyə gələ bilmirsən? Yağış olacaq, palçıq olacaq. Abala yağış palçığın imtihanı nə dəxli var? Qaloşunda yox da. Taparsan. Var, üstü var, altı yoxdur. Hə, gəzəndə əyağım gedir qabağa, qaloş gedir dala. Elə bilirlər 2 mərtəbəli Yaponski ayaqqabı giymişəm. Yaxşı, necə eləyək bəs? Bəs sualları 3 dənə bilet çəkdə, heç birini bilmirsən. Neynim qalan bilet odur, çox olaydı, çox çəkəydim də. Mən nətər eləyim, böyle qalan odur da. Yaxşı, ağlama. Oxumaq lazımdır. Yaxşı, gəl belə eləyək, mən sənə əlavə suallar verəcəyəm. Bilmədin, qiymət almayacaqsan. Bilirəm. De görək, 18-ci əsr alimləri haqqında nə deyə bilərsən? Onu deyə bilərəm ki, hamısı ölüb gediblər. Nə alim? Haradadır, qəbirdədir. 18-ci əsr aliminə ölü alim deyilir. Nə alim? Haradadır? Elə belə danışmısan, keçəndə tarixdən də 2 almısan. Neyiniyim? Müəllim mənə elə hadisələrdən sual verirdi, mən heç o vaxt anadan olmamışdım. Mənə deyir ki, Yekaterina'dan danış. Həmən Yekaterina görmüşlər. Yaxşı. Napolyonu soğdu gözümə. Neyse, onu tanıdım. 1622-ci ildəki Səlim müharibəsindən deyə danış. Mən nə bilim orada nə olub, hə? Kim bakalım? Deyir, bilirsən, deyir, o da orada yox idi, mən heç olmamışım oralarda. Ben deyir, boynuma koyun. Yaxşı, abala, ağlama. Dövdüm, koydu boynuma. Dedim, o vaxt afişer işləmişəm. Abala, niyə oxumamısan? Niyə bilmirsən, hə? Oxumuşam, ayın. Üzümə deli baxırsan, hər şey bilirsən. Siz də mənim üzümə elə baxırsınız ki, mən heç də bilmirəm. Hansı çaylar tanıyorsan? Çaylar çoxdur. Azərbaycan çayı, Gürcü çayı, birinci sor, ikinci sor, üçüncü sor. İndiyski. Əldə 5000'ədir. İçilməyən çaylara Lənkəran çayı deyilir. İndi o da tapılmır, ay müəllim. Gör, işə bax ki, o da tapılmır. Eşidirsin də müəllimə, bax görür, deyirsin buna qiymət yaz. Mən buna necə qiymət yazdım? Müəllimə yaxşıdır, siz də yaxşıdan, hə? Hansı ev heyvanlarını tanıyırsan? Ev heyvanları çoxdur. Adlarım da? Ev heyvanları, məsələn, taxtabti, tarakan, hörümçək, milçək, birə, ağcaqanad ditdili. Ağcaqanad yırtıcı ev heyvanıdır. Xırda vertolyot şəklində olur, vıyıltı ilə gəlir. Adamın lüboy yerinə pasatka eləyir, zapravka eləyir, aradan çıxan heyvana ağcaqanad deyilir. Babamın bayındakı pencək nədən hazırlanır? Babamın köhnə şalvarından. Nə? Zəhrimah! Yıkmışsan beni boğazasan. O bu uşaqlar 3 tane suala cavab verir və məndən 15'i danışmışam. Bilmədikləri də məndən öyrənmişəm. Görürsün də müəllimə, biz indi buna nə yazıq? Hansı qiymətə yazıq buna? Birisiz bayram axşamıdır. Gəlin tramvay haqqda qalmış bir dənə 3 yazaq ona çıxsın getsin. Yaxşı. Sən qurban ol bayram axşamına, yeni il axşamına. Çox sağ ol, çox sağ ol. Yeni il axşamına görə sənə mən bir qiymət yazacağım. Amma axırıncı bir sual verirəm. Çox sağ olayım mən. Hasar sualdır. Asas sualdır. De görüm, bax bu ışıqları görürsən. Görürsən ışıqları yanır. Hə. Mənə de görüm, bu ışıqlar olmamışdan əvvəl adamlar nə edirdilər? İşıq pulu vermirdilər.